Sabahınız xeyirli olsun. Bir qədər sonra məhkəmənin növbəti iclası başlayacaq. Təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərinin əsaslandırılması üzrə çıxışlarının icrası ilə davam etdiriləcək. Ümumiyyətlə, bu məhkəmə prosesi bir aydan çoxdur bir müddətdə Bakı Apellyasiya Məhkəməsində məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tədqiq edilmədən keçirilir. Bu müddət ərzində yalnız təqsirləndirilən şəxslər və onların müdafiəçiləri apellyasiya şikayətinin əsaslandırılması üzrə çıxışlarının icrasını davam etdirirlər və bunun üçün onlara kifayət qədər zaman ayrılıb, heç bir məhdudiyyət qoyulmayıb, eyni zamanda onlara şərait yaradılıb. Bundan əlavə təqsirləndirilən şəxslər hər məhkəmə iclasında müxtəlif fikirlərlə yenə əlavə çıxışlarına əlavə fikirlər səsləndirirlər, müxtəlif vəsadətlər təqdim edirlər və təbii ki, qanun çərçivəsində olan vəsadətlər də təmin olunur. Bu məhkəmə prosesində ümumiyyətlə qeyd edək ki, bu cinayət işi üzrə yarım milyondan çox zərər çəkmiş və zərər çəkmişin hüquqi varisi də var ki, onlar da məhkəmənin iclaslarına dəvət olunurlar, lakin onlar öz istəklərinə uyğun olaraq prosesdə onların hüquqlarını nümayəndələri müdafiə edirlər. Qeyd edək ki, təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinirlər. Birinci instansiya məhkəməsi üzrə proses bir ildən çox bir müddətdə keçirilib və onlar müvafiq cəzalarla məhkum olunublar. Proses bir qədər sonra başlayacaq və biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.